Salam, hər kəs xoş gördük bizim Toyuqlar kanalında. Yeni maraqlı bir video dostlar, yenidən qarşınızdayım. Bugün toyuqlarımı, ördəklərimi, cücələrimə hansı yemləri verirəm səhər-səhər, onlara necə qulluq edirəm, bu haqda bir video çəkmişəm, sizinlə paylaşıram. Video keçməmişdən öncə hədəfimiz bildiyiniz kimi dostlar 100 min abunədir. İnşallah ki bu yolda dəstək olarsınız. 100 min abunə hədəfinə inşallah sizlərin dəstəyi ilə tezliklə çataram. Bunun üçün videonu xahiş edirəm ki bəyənin və fikirlərinizi rəy bölməsində yazın ki, YouTube-da daha çox insanın qarşısına çıxaq. İndidən hər birinizə təşəkkürümü bildirirəm. Yəni abunə olmaq bir saniyənizi heç almayacaq. Təşəkkürlər indidən hər birinizə. Dostlar, səhərlər ilk öncə toyuqlarımın sularını dəyişirəm və yem qablarında artıq yemləri də hazırdır. Arpaların əlavə etmişəm yem qablarına. Bu da bunların sularıdır. Suya indi mən biraz sirkə də əlavə edəcəm və toyuqlarımı verəcəm. Bu bildiyiniz kimi bu qabımız 5 litr idi və onu nəzərə alıb sirkəni əlavə edəcəm dostlar. Dostlar, sirkəmiz də budur. Həqiqətən də çox xeyri var toyuqlara, cücələrə, ördək, qaz hamısına verə bilərsiniz. Həqiqətən də çox xeyri var. Cücələrə isə bir ayından dostlar bu sirkə suyu verə bilərsiniz. İndi suyumuza sirkə əlavə edək. Dozalanmasını da keçən videoda dostlar göstərmişəm sizə. İstəsəz o videoda baxa bilərsiniz. Belə də deyə bilərəm. 1 litr suya 50 milli sirkə əlavə edirəm dostlar. Üzüm sirkəsi, alma sirkəsi, heç bir fərqi yoxdur. İndi burada gözə yarı əlavə edirəm sirkəmizi. Yəni bilirəm ümumiyyətlə nə qədər əlavə etmək lazımdır. Toyuqlarımın ilk öncə sularını dəyişdim. Yemlərini gördüyünüz kimi artıq yem qabındadır. İndi sularını da əlavə edək qablarına, ondan sonra toyuqlarımızı buraxaq çölə. Bu da dostlar bizim sirkəli suyumuz. Neçə illərdir verirəm dostlar, bu üsulla verirəm. Həqiqətən də toyuqlarımı demək olar ki bütün xəstəliklərdən qoruyur. Mən neçə illərdir toyuqlarıma heç bir peyvənddən istifadə etmirəm. İndi burada bizim biraz işimiz var. Çünki burada ördəklərimizin bəziləri buradadır. O biri hində çünki bu ördəyimiz kürt yatırdı. 3 bala verdi bizə, yumurtalarını yemişdi. Qısa videolar paylaşmışdım. Bəzi insanlar bu haqda öz fikirlərini rəy bölməsində qeyd etmişdi. Yumurtasını niyə yeyir? Hərə bir fikir səsləndirmişdi. Bəziləri həqiqətən də məntiqli idi. İndi toyuqlarımızı da buraxdıq çölə və ördəklərimizi isə o bir tərəfə keçirməliyik. Ördəklər öz yerlərini bilirlər, keçdilər o biri hinimizə. Toyuqlarımız isə dostlar burada görürsünüz. Toyuqlarımın bir hissəsi burada çöldədir. İndi buradakıları da buraxacam çölə. Burada bir toyuğumuz var dostlar. Yəqin ki kürt yatır. Gəlin buradakı toyuqlarımızı da buraxaq çölə. Bunlar dostlar buraxdıq çölə. Hələ də kürt yatan 2 toyuğum var dostlar. Yəni altından yumurta yığdığım toyuğum var. Ördəyimiz yeni bitirdi inkubasiya dövrünü. Bu toyuğumuz da burada kürt yatır. Digərləri də var içindəki. Hansı ki orada çilli toyuğum var. O da gün ərzində gəlib birazdan polluqda yatacaq. Dostlar, indi isə keçək cücələrim var orada. Cücə dediyim artıq bir ayından çoxdular. Gedək onların yemini verək. Sonra elə balaca ördəklərimiz var. Onlara da müəyyən yemlər verəcək. İzləmədə qalın. Səhər-səhər sirkəli suyu toyuqlara verməyin önəmi çoxdur həddindən artıq. Çünki gördüyünüz kimi gəlib tez-tez içirlər. Yəni suya tələbatları çox olur səhərlər. 7 saat, 8 saat hində qalırlar. Ona görə də yəni su tələbatları olur. Görürsünüz burada servis gəldi işdi. Bu qırmızı toyuğumuz gəldi işdi. Bu da kürt düşmə ərəfəsindədir. O cümlədən də bu ortadakı qırmızılı çilli toyuğumuz.
Dostlar, düzələrimin də yemi budur. İçərisində buğda da var. Yəni qara unla buğdanı qarışdırıb belə veririk düzələrimizə. Yemləri budur. İndi su qabları boşdur. Su qablarına da sirkəli sudan əlavə edib inşallah ki verəcəm yemlərini yedikləri müddətdə. Bu da dostlar, bu düzələrimin sirkəli suyu. Eyni qayda ilə əlavə edəcəm su qablarına belə. İnşallah çıxıb yemlərini yedikdən sonra yəqin ki içəcəklər. Düzələrə də dostlar bir ayından sirkəli suyu verə bilərsiniz. Dostlar, bu da bizim düzələr. Yemləri qarşılarında, suları qarşılarında. Gün ərzində burada yaşıllıqla belə qidalanacaqlar, eşələnəcəklər. Yəni yerləri tam əladır, tam yaxşıdır. İnkişafları da normasında gedir. Havalar biraz isti keçməyinə baxmayaraq burada özlərinə sərinliklər tapırlar. Dostlar, sirkəli suyun həddindən artıq çox xeyri var. Həqiqətən də baxın, düzələrimin demək olar ki xıltıdır, pıxıltıdır. Bu xəstəliklərdən qoruyur. Əlavə olaraq həzm sistemində müəyyən problemlər varsa, qurd probleminə qarşı həqiqətən də effektivdir sirkəli su. Məsələn, bu illəri mən bunlara hələ ki qurd dərmanı verməmişəm. İnşallah verəcəm, sözün düzü. Qurd dərmanından hansı ki mən profilaktik məqsədlə istifadə edirəm. Yəni belə deyim, qurdları var. Onsuz da qurd var. Qurdun azlığı, çoxluğu məsələsi var. Yəni bunlarda elə böyük bir problemli məsələ yoxdur qurdla bağlı. Ona görə də yəni arxayınla mən sirkəli su həqiqətən də onları demək olar ki bütün xəstəliklərdən qoruyur. Neçə illərdir verirəm dostlar. Yəni mənim düzələrim artıq boyları gəlib bura çatıbsa, bundan o tərəfə artıq ölüm onlar üçün olmur. Ümumiyyətlə mən təbii üsulları sevən biriyəm. Çalışdığım qədər təbii üsullardan istifadə edirəm ki, düzələrimin və yaxud da toyuqlarımın inkişafı daha yaxşı geçsin. Onu da deyim ki, sirkəli suyu həm digər quşlara da, ev quşlarına, saxladığımız quşlara da verə bilərsiniz. Hindüşka olsun, qaz olsun, ördək olsun, heç bir problem yoxdur. Onlara da rahatlıqla istifadə etmək olar. Kimyəvi üsullar müəyyən qədər biraz riskli olur. Bir tərəfdən düzəni və yaxud da toyuğu sağaldanda digər tərəfdən də müəyyən problemlər yarada bilir. Hər hansısa sağaldır, hər hansısa belə deyim, müəyyən xəstəlik meydana gətirə bilir bəzən və yaxud da ki bəzən heç effekti olmur. Onu da deyim ki, sirkəli suyu çalışın əvvəlcədən verin düzələrinizə, toyuqlarınıza ki problem olmasın. Yəni profilaktik məqsədlə bundan istifadə edin ki, toyuqlarınız, düzələrinizin inkişafı daha yaxşı geçsin. Hansı ki heç bir dərmana ehtiyac qalmayacaq onda. Bu əncir ağacının indi meyvələri yetişəcək, onlarla da qidalanacaqlar. O da onlara müəyyən qədər xeyirdir. Həzm sisteminə, mədə-bağırsaq sistemini yaxşılaşdırır, problemləri aradan götürür. İndi mənim orada yumurtam var idi, ördəklərimə, ördək balalarına daha doğrusu indi yumurtanı verəcəm. Ondan sonra da demək olar ki işimiz səhər-səhər yekunlaşır. Dostlar, bu da bizim balaca ördəklər. Gətirmişəm bunları yeni yerlərinə. Yumurtanı da vermişəm bunlara. Belə yeyirlər. Suları da qarşılarında. İlk günlərindən bunlara belə qulluq edirəm. Şirin su və yumurta. Hardasa bir həftə 10 gün bu qaydada belə davam edəcək. Ondan sonra isə inşallah yem qabı da qoyacağım bura. Yem qabıya əlavə edəcəm. Yerdə verirəm ki bunlara gedib gəlib qidalansınlar. Yəni hardasa yem qabı qoymuram. Əslində qoysam da bəlkə taparlar yemi. Yəni hardasa 2 günlükdür bunlar. Gün ərzində belə bunlara bir neçə yumurta az-az verəcəm, yeyəcəklər. Yerləri də genişdir. Burada rahat gəzəcəklər. Ördəklərimə hansı yem verdiyimi deyim sizə. Qara unla buğdanı qarışdırıb veririk adətən. Bu dəfə təkcə qara un verdim. Onu da yedilər və yaxud da yeyirlər. Qarşılarında hələ də var. Biraz hürkəkdir ördəklərim. Bu da dostlar, bunların yemidir. Müəyyən qədərini yeyiblər, müəyyən qədər qalıb orada gün ərzində belə qidalanırlar. Belə dostlar, bir videonun da artıq sonuna gəlirik. Sirkəli su haqqında danışdım. Toyuqlarıma səhərlər necə qulluq edirəm, bu haqda danışdım. İnşallah ki video ürəyinizcə oldu. Hər birinizə izlədiyiniz üçün təşəkkürümü bildirirəm. Videonu bəyənin, abunə olun, dəstəklərinizi gözləyəcəm. Sağ olun, gələn videolarda görüşənədək. Gələrik.